Salam, hər vaxtınız xeyirli olsun. İnşallah Allahın izni ilə elmi kompetensiyanın izahına baxırıq. Ümumiyyətlə, elmi kompetensiya müasir dövrdə uğur qazanmaq üçün sadəcə nəzəri bilikləri öyrənmək bizlərə kifayət eləmir. Həmçinin biz qazandığımız bilikləri nə etməliyik? Real həyatımıza da tərtib etməyi, tətbiq etməyi daha doğrusu bacarmalıyıq praktiki şəkildə. Məhz elmi kompetensiya bu bacarığın təməlindən ibarətdir. Elmi kompetensiyanın tərifində deyir ki, təbii aləmdə baş verən hadisə və prosesləri izah etmək, sual formalaşdırmaq, fərziyyə irəli sürmək, deyir ki, sübutlar toplamaq və dəlillərə əsaslanan nəticə çıxarmaq bacarığına elmi kompetensiya deməli bacarığı deyilir. Ümumiyyətlə bu nə deməkdir? Bu bacarıq bizə ətrafda gördüyümüz hər şeyə bir alim gözü ilə baxmağı öyrədir. Məsələn, niyə göy qurşağı yaranır? Niyə bitki işıqsız solur kimi sualları biz ortaya qoyuruq. Sadəcə biz burada təxminlər aparmaqla deyil, eyni zamanda sübutlarımızı ortaya qoyub bu sualların cavabını veririksə, bu suallara cavab tapırıqsa, bu artıq bizdə elmi kompetensiyanın formalaşması, inkişafı deməkdir. Daha sonra deyir ki, bu kompetensiya təkcə hazır elmi faktları bilməkdən ibarət deyil, eyni zamanda deyir, həm də elmi metodologiyasının müşahidə, eksperiment, model qurma, nəticələrin təhlili, tənqidi qiymətləndirilməsi kimi mərhələləri deyir, anlamaqdan ibarətdir. Bu nə deməkdir? Baxın, suyun 100 dərəcə temperaturda qaynadığını belə deyək, əzbərləmək bu hələ elmi deyil. Əsas olan odur ki, biz elə bir nəticəyə gəlməliyik ki, bunu təcrübə formasında aparmalıyıq. Yəni biz hardansa suyun 100 dərəcə Selsi temperaturda qaynadığını əzbərləyiriksə, oxuyuruqsa, bunu bu cür təqdim eləyiriksə, bu artıq elmi sayılmır əslində. Bunu praktiki formada belə deyək, hər hansı bir nəticə əsasında praktiki olaraq təcrübə, eksperiment əsasında apardığımız müşahidələrlə təhlil ediriksə, bu artıq elmi kompetensiyanın belə deyək, inkişaf etməsi deməkdir, həmçinin şagirdlərdə formalaşması deməkdir. Ümumiyyətlə, elmi kompetensiya şagirdə nələri formalaşdırır? Elmi kompetensiyalı şagirddə hansı belə deyək, bacarıqlar formalaşır? Sadə müşahidə və təcrübələr vasitəsilə biz belə bir fikrə gələ bilərik ki, belə bir sual nümunəsinə baxa bilərik ki, həyatla əlaqələndirilməyə aid bir nümunə desək, bir şagird görür ki, kəsilmiş belə deyək, bir alma bir müddət sonra qaldıqdan sonra qaralmağa başlayır. O sadəcə alma xarab oldu demir, eyni zamanda deyir ki, hava ilə təmas edən hər hansı bir belə deyək, cisim reaksiya verir. Reaksiya nəticəsində həmin cisimdə maddələrin parçalanması prosesi gedir. Yəni bu şəkildə düşünürsə, cavab verirsə, buna bu cür cavab axtarırsa, bu artıq şagirddə elmi kompetensiyanın inkişaf etməsi deməkdir. Daha sonra deyir ki, fərziyyənin sınaqdan keçirilməsi üçün plan qurulması, məlumat toplanılması və nəticənin elmi dildə əsaslandırılması. Buna aid nümunəyə baxsaq, deyir ki, şagird fərz edir ki, bitki qaranlıqda inkişaf etməz. Bunu yoxlamaq üçün iki eyni gülü götürür, birini işıqlı otaqda, digərini isə qaranlıq şkafın içinə qoyur. Neynir? Şagird burada plan qurmuş olur. Bir həftə müşahidə edir, məlumat toplayır. Daha sonra neynir? Onların fotosintez prosesinin necə getdiyini müşahidə edərək izah edir və daha sonra nəticələr çıxarır. Baxın, bu şagirdlərdə fərziyyənin sınaqdan keçirilməsi üçün planların qurulması, məlumat toplanılması, nəticənin elmi dildə əsaslandırılması, elmi kompetensiyanın inkişafı deməkdir. Digər tərəfdən də elmi biliklərin cəmiyyət və ətraf mühit üçün doğruluğu, imkanı və risklərin, məsələn, enerji mənbələrinin, biotexnologiyaların, ekoloji qərarların, tənqidi dəyərlərin belə deyək, dəyərləndirilməsi prosesidir ki, hansı ki, buna aid belə deyə bilərik ki, savadlı şagird bilir ki, zavodda bizə lazım olan belə deyək, məhsullar istehsal deməli edilən zaman belə deyək, hava çirklənir.
zavoddan burada söhbət gedir. Müəyyən belə deyək, bizə lazım olan məhsullar istehsal edilən zaman havanın çirklənməsi prosesi olur. Yəni havanın çirklənməsi prosesi gedirsə, bu artıq risk altında olan bir məsələdir, bir situasiyadır. O burada artıq alternativ enerji mənbəsi axtarırsa, bunun həlli yolu üçün bir enerji mənbəsi olaraq alternativ enerji mənbəsi axtarırsa, məsələn, külək enerjisi, günəş enerjisi kimi ekoloji həlləri belə deyək, axtarırsa, bu artıq elmi biliyin cəmiyyət və ətraf mühit üçün doğruluq imkanı, onun riskləri, eyni zamanda belə deyək, ekoloji qərarların tənqidi, dəyərləndirilməsi prosesinin şagirddə elmi kompetensiyanın inkişafı mərhələsi sayılır.